Şərtsiz sevgi nədir və biz uşaqlarımızı hansı sevgi ilə böyüdürük? Biz uşaqları iki cür sevirik. Şərtli sevgi, yəni nə etdiklərinə görə və şərtsiz sevgi, yəni kim olduqlarına görə. Gəlin daha da aydınlaşdıraq. Şərtsiz sevgi övladımızın davranışlarından, akademik bacarıqlarından, uğurlu və ya uğursuz olmasından asılı deyil. Yəni, biz şərtsiz sevgidə övladımızı bunlardan asılı olmadan sevirik. Şərtli sevgidə isə uşaqlar valideynlərinin gözləntilərini qarşılamaq üçün uyğun davranışlar göstərirlər. Bu onlarda sanki sevgiyə layiq olmaq üçün standartlara uymaq və insanların gözləntilərini mütləq qarşılamaq məcburiyyətində olduqları hissini formalaşdırır və zamanla öz ehtiyaclarını ikinci plana atmalarına səbəb olur. Şərtli sevgidə valideynlər sən məni üzdün, artıq mən səninlə danışmaq istəmirəm və ya dərslərindən niyə aşağı qiymət aldın, buna görə də səndən küsürəm şəklində cümlələr işlədirlər. Şərtsiz sevgidə isə valideynlər qiymətlərin aşağı olsa da mən yenə də səni sevirəm. Birlikdə təkrarlayıb qiymətini yüksəldə bilərik. Səhv etsən də mən səni hər zaman sevəcəm şəklində cümlələr işlədir. Bunu heç vaxt unutmayın ki, bir uşaq nə qədər şərtli sevgi ilə böyüyərsə, öz dəyərini də bir o qədər başqalarının təsdiqinə bağlamış olur. Şərtsiz sevgi mən olduğum üçün dəyərliyəm hissini formalaşdırır. Şərtsiz sevgi ilə böyüyən bir uşaq bütün çətinliklərdə belə yaxşı bir uşaq, yaxşı bir insan olduğunu hiss etməyə davam edir. Şərtsiz sevgi övladımızın ömür boyu hər yıxılanda yenidən ayağa qalxmağa çalışmasını təmin edəcək güclü bir inamdır. Son olaraq qeyd edim ki, övladımıza sadəcə özü olduğu üçün dəyərli olduğunu hiss etdirən şərtsiz sevgi onların həyata qarşı ən güclü zirəhidir. Bəs siz övladınızı hansı sevgi ilə sevirsiniz?